Paşinyan Azərbaycan telekanalına, yəni İctimai TV-yə müsahibə verir. Paşinyan söz sonunda deyəcəm, bir deyəcəyim fikir var. Çünki Paşinyanın səsini biz eşidəndə, özünə məxsus səs eşidəndə bizə qəribə gəlir. Çünki onu Azərbaycanda o qədər dublyaj ediblər, biz elə bilirik ki, Paşinyan məhz elə danışır. Cavablandırıb bir neçə suallar verilib. Ölkə nöqtəsi xəbər verib ki, əvvəlcə media nümayəndələrindən yan keçməyə çalışan hökumət başçısı sonra da ikinci suala cavab verəcəyini söyləyib və o Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasına dəyişikliklərlə bağlı müsahibə verib. Görək nə deyib. Hələlik yeni konstitusiya layihəmiz yoxdur, Paşinyan deyib. Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Paşinyan deyib, ərazi iddiası yoxdur. Ömrü boyda bizim ərazilərimiz onların əlində olub. Amma iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır. Mən artıq dedim, bizim Azərbaycan konstitusiyası ilə bağlı narahatlığımız var. Orada Ermənistana qarşı ərazi iddialarını görürük. Təəssüflər olsun ki, Azərbaycan konkret siyasi hərəkətlərini görürük. Azərbaycanın konkret siyasi hərəkətlərini görürük. Hansı ki, düşünməyə əsas verir ki, Azərbaycanda öz ərazisindəki münaqişəni qapadıb, onu Ermənistanın ərazisinə ixrac etmək istəyən dairələr var, Paşinyan bildirib. Jurnalist də deyib, Azərbaycanda deyirlər ki, Azərbaycan konstitusiyasında heç bir ərazi iddiası yoxdur. Bizim nə vaxt bizim ərazi iddiamız olub? Mən çox istəyərdim, Paşinyan məni başa düşsün, məni görsün, məni dinləsin. Hörmətli Paşinyan, biz nə vaxt torpaq iddiası eləmişik? Biz nə vaxt ərazi iddiası eləmişik? Gəlmişsiniz, soxulmuşsunuz, üzr istəyirəm ifadəmə görə. Gəlib oturmuşsunuz bizim torpaqlarımızda. Hər yerimizi əlinizə almışsınız. Hər yerimizi deyəndə ki, sərvətlərimizdən danışırıq. Torpaqlarımızdan, dənizimizdən, göllərimizdən, çaylarımızdan, nə bilim, balıqlarımızdan, quşlarımızdan. Hər şey əlinizə almışsınız. Milyonlar qazanmışsınız. Bütün sərvətimiz sizin əlinizdə olub. Necə siz belə deyirsiniz ki, yox, biz iddialı deyilik. Biz ərazi iddiamız yoxdur. Baş nazir isə belə cavab verib. O zaman problem nədir? Yəni, görək, suala baxıb, cavab baxıb, onda problem nədir? Özü də bilmir axı nə cavab versin. Təbii ki, mən biləm ki, onun üzünün ifadəsi necə olubdu, onda o zaman problem nədir? Gəlin həmin saatda, həmin gün, həmin yerdə sülh müqaviləsini bağlayaq və Minsk qrupunun buraxılması ilə bağlı birgə sənədi, bəyanatı imzalayaq. Mən dəfələrlə publik şəkildə demişəm, buna hazır olduğumuzu təsdiq edirəm. Paşinyan sözü gedən görüntüləri. Özü də bunu sosial mediada paylaşıb. Yəni, Azərbaycan televiziyalarından biri olan, Azərbaycanda fəaliyyət göstərən ictimai televiziyaya müsahibə verib Paşinyan.